Bugünkü videomuzda mövzumuz Oğlaq bürcüdür. Əziz oğlaqlar, sevgili oğlaqlar. Videomuza keçməzdən əvvəl kanalıma abunə olun, şərhlər yazın. Hansı şəhərdən baxdığınızı yazsanız çox sevinərəm. Bəli, sevgili oğlaqlar, əziz oğlaqlar. Oğlaqlar həmişə mən qeyd etmişəm, videolarıma baxsanız YouTube kanalımda görərsiniz, mən yazmışam ki, oğlaqlar həmişə liderdir. Onlar doğuşdan liderdirlər. Onların bu Allah tərəfindən, ulduzlar tərəfindən, Tanrı tərəfindən alın yazısıdır ki, oğlaqlar həmişə öndə gedəndirlər, liderdirlər, başqalarına yol göstərəndirlər. Həm ailədə, həm işdə, həm biznesdə. Onların biznesdə çox bəxti gətirir, çox. Bu bəzi oğlaqlar bunu öz üzərinə götürürlər ki, yəni mən başarılıyam, mən uğurluyam, mən beləyəm. Düzdür, onların zəhməti var. Amma onların uğurlarının sirri, açarı Tanrının onları müdafiə etməsidir. Allahın daima onların yanında, onların tərəfində olmasıdır. Onların bütün uğurlarının səbəbi Allahın yazısıdır. Allahdır. Yəni Allah özü oğlaqları lider kimi seçibdir, onları irəli aparır, onları qalib çıxardır, daima uğurlu bəndələrdən edir. Bəli, sevgili oğlaqlar, bu sizin üstünlüyünüzdür, buna heç kim qarışa bilməz, bu sizin şansınızdır, anadan yazılan, doğularkən yazılan bəxtinizdir. Və elə də olub sizin biznesdə çox böyük uğurlarınız olur. Yəni bu 2026-cı il iyul ayının axırları, avqust ayının əvvəllərində, yəni kimsə oğlaq olaraq biznesə girişmək, biznesə qatılmaq, biznes qurmaq istəyirsə dayanmasın, cəsarətli addım atsın, ora maliyyə yatırsın, yəni onun 10 qat, 100 qat əvəzini götürəcəkdir. Yəni bu biznes işindən o xeyirli çıxacaq. Bu %100 bir proqnozdur. Və sevgi sahəsində əqrəb kişilərin həmişə bəxti gətirib. Həmişə onların ətrafında onları sevən, onların qədrini bilən, onların qayğısına qalan qızlar olubdur. Bu da yenə Allahdandır. Allah onlar üçün bu bəxti yazıb, bu taleyi yazını yazıbdır. Və sevgili oğlaqlar, yenə də yəni sevgi sahəsində də əgər kiməsə evlilik təklif etmək istəyirsinizsə, kiminlə nişanlanmaq istəyirsinizsə, yenə də irəli addım atın, cəsarətli olun. Çünki bu sevgi, nişan, toy, bu sevgi əhvalatları yenə də sizin xeyrinizə qutaracaq. Yəni bundan %100 əmin ola bilərsiniz. Oğlaqlar belə deyirik ki, indi deyirəm ki, Allah onları irəli aparır, Allah onlara kömək edir. Lakin onların doğuşdan, yaranışdan elə xasiyyətləri var ki, oğlaqlar özləri də bəs yaxınları üçün, çevrəsi üçün çox can yandıran olurlar. Çox canları yanandır. Özlərindən çox bəlkə məsələn qardaş uşaqlarını sevərlər, qardaşlarına canları yanar, xeyir verməyə çalışarlar, ana ataya kömək edərlər, daima ana ataya kömək edərlər, daima. Ana atanın da bəs dolayısıyla onlar xeyir duasını alırlar, Allah da onların bərəkətini artırır, ruhsini artırır. Və belə olaraq da oğlaqlar həmişə irəli gedirlər, öndə gedirlər, heç vaxt maddi sıxıntıları olmur, heç vaxt deyəndə çox vaxt onların maddi sıxıntıları olmur. Və bu 2026-cı ildə onlarda maliyyə uğurları görsənir və maliyyədə yüksəlişlər görsənir. Əziz oğlaqlar, lakin siz çox çalışırsınız, çox işləyirsiniz, çox çalışırsınız, o pula çox önəm verirsiniz, ki para qazanmaq, pul qazanmaq, para qazanmaq, lakin bu düzdür, yaxşı cəhətdir, lakin öz səhhətinizə də fikir verməlisiniz, öz səhhətinizi də unutmayın. Bu aralar səhhətinizdə biraz bəzilərində elə bir canınızda ağrı var, kiçik sızıltılar var, amma narahat olmayın, bu ciddi bir şey deyil. Ancaq özünüzə fikir verməlisiniz və oğlaqlar bəzi bürclər nümayəndələri var ki, məsələn, bunlardan ən başda gedən, ən birincisi dolçadır, ikincisi balıqlardır. Belə nəfsə gedən bürclər var. Dolçaların deyir Allah tərəfindən nəfsdən qoruyan təbəqələri yoxdur. Lakin bunun əksi olaraq oğlaq insanı, oğlaq
şəxsiyyəti Allah tərəfindən qorunan biridir. Allah onlar üçün sanki nəfsdən qoruyucu təbəqə yaradıb. Ona görə də onların uğurları bol olur, onlar sürətlə irəliyə gedirlər. Yəni, əziz sevgili oğlaqlar, siz Allahın sevimlilərsiniz və beləliklə bizim də sevimlilərimizsiniz, bəndələrin də sevimlilərsiniz. Hamı sizi sevir, siz də çox gözəl insanlarsınız ki, daima hamıya kömək edirsiniz. Diqqətinizə görə sağ olun, kanalıma abunə olmağı unutmayın, çoxlu yorumlar yazın və mən bilim ki, siz öz bürcünüz haqqında daha nələri bilmək istəyirsiniz.